Bugün yeni bir səfər başlayır. Bugünkü səfərimiz Gürcüstanadır. Ancaq bu səfərimizi digər səfərlərdən fərqləndirən odur ki, 10 nəfərə mən Gürcüstandan hədiyyə gətirəcəm. Çox təmiz, səliqəli, səssiz. Məncə çox gözəl vaqondur. Yəni yatmaq da mümkündür çünki Gəldik, Tbilisiyə çatdıq. Qatarla çox rahat, deyim sizə ki, Azərbaycan dəmir yollarından çox rahatlıqla gəldim, heç bir problem olmadı. Bizim öyrəşmədiyimiz mənzərələrdən biri, mən Tbilisini qrafiti şəhəri də adlandıraram ki, hər yerdə bu cür qrafitilər var. Düz şəhəri Tbilisidə ilk turistik məkan Saat meydanına gəldik. Məncə çox gözəl görüntüsü var. Məsələn, xarici turistlər falan hamı gəlir bura. Bu cür dar küçələrdə gözəl restoranlar var ki, gəlib burada otura bilərsiniz. Thank you. ChatGPT-yə güvənib bura dağın başına çıxdım zülmlə. Amma gözəl mənzərə açılır buradan. Amma qala təmirdədir. Tbilisinin yuxarı görüntüsü düzdür. Anthem of Spain. Bugün yeni bir səfər başlayır. Bugünkü səfərimiz Gürcüstanadır. Ancaq bu səfərimizi digər səfərlərdən fərqləndirən odur ki, 10 nəfərə mən Gürcüstandan hədiyyə gətirəcəm. Və qeydiyyatı keçdik. Bildirim ki, bilməm, yəqin ki, sendlər qatar deyirlər. Bu köhnə qatardır. Haldakı da köhnə qatardır. Nə bilim, sizad da köhnə. Görək qabaqda yəqin ki, mən əvvəl olmuşam bir ay bunlarda. Yəqin ki, o vaxt əlavə vaqon qoşulmamışdı. Bəlkə də mən olduğum vaqon yenidir. Gedib görəcəyik. Təxmini yarım saat gözlədim və qatara minib başlayır. Gedirəm yerimə, 3-cü vaqondayam. Uğurlar bizə. Birazdan xərclərim haqqında, biletin qiymətləri haqqında məlumat verəcəm sizə. Əlavə qoşulan vaqonlar köhnə vaqonlardır. Çünki ilk gördüyüm vaqonlar yəqin ki, əlavə qoşulandı və onlar köhnədir. Bunlar isə yeni vaqonlardır. O vaqonların içi Sovet dövründən olan formadadır, kupedədir. Amma qarşıdakı vaqonlar yeni tipli vaqonlardır. Qiymət haqqında məlumat vermək istəyirəm ki, qiyməti almışam, gedişi 79 manata, qayıdışı 86 manata. Ümumi qiymətlər artıq başlayır və qiymətləri və xərclədiyim xərcləri əlavə eləyəcəm. Yəni, gediş 79 manat əlavə olundu, ilk olaraq başladıq. Görək xərcimiz nə qədər çıxacaq. Vaqondayıq. Nə bir vaqonda indi videosunu çəkib qoyacağım. Çox təmiz, səliqəli, səssiz. Məncə çox gözəl vaqondur. Yəni yatmaq da mümkündür çünki yolun o tak-qatak səsi yoxdur. Çox rahatlıqla yata bilərsiniz. Belə bir vaqon hal-hazırda boşdur. Çünki niyə boşdur? Yəni sevinməyin. Bilet boşdur. Yəni vaqon boş gedir, bilet yoxdur. Gəncədən minəcəklər, ona görə boşdur. Bəyəndim. Gözəl vaqonlardır. Bayaqki əvvəlki o Sovet vaqonu dediyim, o Balakənə gedir, ona görə bura qoşuludur. Yəni səhv başa düşülməsində, yəni Gürcüstan vaqonu köhnədə deyil, ora Balakən vaqonudur. Sadəcə Gürcüstana gedən vaqonlar qoşulur deyə o vaqonlar bundandır. Belə vaqonu da çəkib göstərirəm sizə. Məncə səliqəli və gözəldir. Yataq saat 4-də, hal-hazırda saat 12-dir. Saat 4-də sərhəddə durğuzacaqlar. Duraq görək başımıza nə gəlir. İlk dəfə qatarla səyahət çox maraqlıdır. Gəldik, Tbilisiyə çatdıq. Qatarla çox rahat, deyim sizə ki, Azərbaycan dəmir yollarından çox rahatlıqla gəldim, heç bir problem olmadı. Yolda rahatlıqla yatmaq olur. Yol təxmini 9 saat çəkdi və sərhəddə də hardasa 1 saat, saat yarım, yəni ümumi olaraq 9 saat yarıma gəldik, Tbilisiyə çatdıq.
və mənim kimi gəlib bura düşdünüzsə, nə internetiniz, nə pulunuz, pul yəni kartdadır da. Yəni belə bir halda gəlib düşmüsünüzsə, internetiniz yoxdursa, avtovağzaldan çıxın, oradan 395 nömrəli marşrut gedir. Minirsiniz ona və gəlib düşürsünüz şəhərin mərkəzində. Və mərkəz buyur, bu da o məşhur körpü, kazinolar və yəni köhnə şəhər hamısı buradır. İndi qaldı, yəni mən səfərlərimdə heç bir şey planlamıram və planlamadığım üçün də otel tutmamışam və şəhər mərkəzində otel axtarmağa gedirəm. Hələ ki 2 otelə girmişəm, biri $70, biri $90 deyib, amma mənə o büdcə sərf eləmir. Çünki biz minimum büdcə ilə gəzməyi planlaşdırırıq. Ona görə də gözləyə görə nə olur, gedək qabaqlara uyğun bir otel tapacağıq. Görək. Burada Kür çayıdır, düz Kür çayını. Gəldim şəhərin mərkəzində, tam mərkəzdə olmasa da biraz qıraqda, amma yəni bu hissə Targovu sayılır. İndi hal-hazırda kəşfə çıxıram, gəzməyə çıxıram. Bu oteli danışdım, günü 60 manata. Normal oteldir, 2 nəfərlik kravatda. İndi mən tək otaq götürmüşəm. Normal oteldir, düzdür, ucuz variantlar var idi, amma bunu da ucuz variant götürmədim. Çünki normal variant götürmüşəm, çünki normal qalmaq istəyirdim. Ümumi hesab xərclərimi bildirmək istəyirəm. 120 manat otel elədi, 7 manat səhər yeməyinə xərcim çıxdı, 1 manat yol pulum oldu və 79 manat da qatar biletim və 12 manat da sığortam. Yəni ümumi hesablayıb rəqəm yazırıq və şəhəri gəzməyə davam edirik və hal-hazırda indi çıxıram şəhəri kəşf eləməyə və xərclərimi də əlavə eləyəcəm. Başlayırıq turistik məkanlara getməyə, artıq interneti kodlayırıq və gedirik gəzməyə. Uğurlar bizi. Bizim öyrəşmədiyimiz mənzərələrdən biri, mən Tbilisini qrafiti şəhəri də adlandıraram ki, hər yerdə bu cür qrafitilər var. Düz şəhərin mərkəzidir, keçiddir, amma görüntü görürsünüz necədir. Çox fərqli, düzdür, təmiz deyil, bizdəki kimi mərmər deyil, nə bilim, gözəllik yoxdur, amma qrafiti görsənir. Gəzmək üçün də Google Maps-dən istifadə edirəm. Google Maps dəqiq ünvanları verir. Google Maps-ə yazaraq rahatlıqla şəhəri rahat gəzə bilərsiniz. Və indi də Saat meydanı var, ora gedirəm. Bayaq burada olmuşam. İlk turistik yerə gedirəm. Az sonra oradan da çəkişlər aparacağım. Baxın, kazino da var. Burada kazino legaldır, bizdə də Sibrizdə olacaq. Qanuni. Və oteldən 5 dəqiqəlik məsafədə şəhərin mərkəzi. Bayaq mən bura gəlmişdim. Bu cür heykəllərin də qabağında səhər turistlər var idi. Bilməm nəyin heykəldir, amma maraqla baxırdılar. Və ilk turistik məkan Saat meydanına gəldik. Bayaq mən gələndə də taksidən buradan düşmüşdüm. Buranın çox gözəl olduğunu görmüşdüm. İndi araşdırdım və bir turistik bir yer olduğunu göstərdi Google mənə və gəldim. Çox gözəldir. Axşamın havası da burada gözəl olur. Bu qazel hər şey korladı da. Bütün zibil qoydu bizim işimizin, gücümüzün içinə. Ay qardaş, dayan da. Tbilisidə ilk turistik məkan Saat meydanına gəldik. Məncə çox gözəl görüntüsü var. Məsələn, xarici turistlər falan hamı gəlir bura. Çünki həqiqətən fərqli və gözəl binadır və eyni zamanda da burada yəni köhnə şəhərdir, kilsələrdir, içəridə də çox gözəl wine barlar və içki içmək üçün çox super bir məkanlar var. Gecə gəlməyimiz daha məsləhətdir məncə, çünki gecə buranın havası tam başqa olacaq. İndi mən də bugün gecə bura gələcəm, ya bugün ya sabah. Bu görüntü də həqiqətən fərqli və gözəldir. Məncə bu küçəyə axşam gəlmək lazımdır, çünki həqiqətən məncə axşam buranın atmosferi tam başqa olacaq. Burada da bu cür rəsmlər satılır. Gələndə baxa bilərsiniz. İndi turistik yerlərdən ümumiyyətlə hədiyyə almağa məsləhət o qədər görmürəm, amma pulunuz varsa alın. Azərbaycanın turist çox deyil, yəni çox qarşıma çıxmır, türklər çoxdur.
Ümumiyyətlə turist çoxdur, həddən artıq çoxdur. Yəni Bakı ilə müqayisədə çoxdur, həddən artıq çoxdur. Və bu cür restoranlar, wine barlar var. Həqiqətən qızla falan gəlsəz vapşe idealdır bu. Gəlin romantik gəzdiyiniz üçün də mənə kimi tək yox da. Yəni iki sevgili gəldiyiniz halda daha çox ab-havası, daha bu ərazinin ab-havası daha uyğundur, daha gözəldir. Gəlin gəzin dünyanı. İş həmişə var. Bu arada sponsorumuz da var. Sponsorum da özüməm. Rava Studio bugünkü videomuzun sponsorudur. Və qarşımızda Tbilisinin ən məşhur Sülh körpüsü. Bu körpü gecə daha da gözəl olur. Axşam bu körpünün üst tərəfinə çıxıb, oradan da sizə maraqlı kadrlar çəkəcəm və ilkin olaraq buradan görüntü verim Sülh körpüsü. Yəni sırf Tbilisi dedikdə ilk görüntülərə gələn kadr bax bu körpüdür. Və bu cür görsənir. Bu körpü də Kür çayının üzərində yerləşir və üstündə Kür çayında da gözəl gəmi turları var. Onlardan istifadə edə bilərsiniz. Orada gedəcəm və o qiymətlər haqqında sizə məlumat verəcəm. Gürcüstanın ən məşhur Sülh körpüsünün üzərindəyik. Bu da ən məşhur Sülh körpüsü. İlk öncə yaxşı tərəfləri turistik bir yerdir. Gözəl çay axır, hər şey gözəldir. Və daha sonra isə pis tərəfləri Kür elə Kürdür. Salyanda necədirsə, bəlkə Salyanda bundan təmizdir. Burada bu haldadır. Amma mənzərə gözəldir. Qabaqda kanat yolu var. İndi kanat yoluna gedəcəm. Hətta bura bax, düz restoranın. Bu ən azından restoran onu təmizləmir. Düz restoranın qırağı bax, zibillikdir. Amma görüntü gözəldir. Biz pislikdən yox, gözəllikdən zövq almağa çalışırıq. Və fikrim var, kanatla bu hissəyə qalxım indi. Oradan maraqlı videolar çəkim. Arkadaş, hər yer kazinodur. Adama tırka verirsiniz ki, gir kazinoda biraz uduz çıx. Minimum büdcə ilə Gürcüstana gəlmişsən, amma bu hər yer kazinolardır. Maraq üçün həyatımda girməmişəm kazinoya. Maraq üçün girib yoxlayacağım. Bəlkə vlogda da, videoda da bildirdim. Kadrlar qoydum. Görə necədir. Qabaqda da kanatdır. O yuxarı hissədə olan bu da çox məşhur bir heykəldir. Orada ya bugün ya sabah qalxacam. Ya orada kanat yolu var, kanat yolu ilə qalxmaq mümkündür. Bu cür dar küçələrdə gözəl restoranlar var ki, gəlib burada otura bilərsiniz. Thank you. Həqiqətən fərqli və gözəl yerlərdir. Və ümumiyyətlə bu küçənin videolarını qoyacağım. Bu videonun üstündə siz baxarsınız. Gəldiyiniz zaman bu küçələrə gəlin, çünki burada olan ab-hava həqiqətən fərqlidir və gözəldir. Məsləhətdir. Bakıdan sadəcə təyyarə ilə 1 saat uzaqlıqdadır, amma fərqli ölkə, fərqli mədəniyyət, fərqli mənzərə görə bilərsiniz. Həyatda hər zaman çalışın səfərə, səyahətə, yeniliklərə açıq olun ki, həyatınız maraqlı olsun. Məndən məsləhət. Tbilisi haqqında olan videolarda ən çox gördüyüm görüntü bax buraydı, köhnə şəhər. İndi burada daxil olacağım və videolar çəkəcəm. Ən çox gördüyüm görüntü bura olurdu ki, yəni Tbilisi deyəndə ən buranı çəkir. Yəni köhnə şəhərə gələndə. Bura harada hələ araşdırmamışam. Yəqin ki, araşdırdıqdan sonra gedəcəm. Amma turistik bir yerə oxşuyur və gözəl bir yerə oxşuyur.
çəkdim ki, ilk bloqda axır buranın kadrları da olsun. ChatGPT-yə güvənib bura dağın başına çıxdım zülümlə. Amma gözəl mənzərə açılır buradan. Amma qala təmirdədir. Tbilisinin yuxarı görüntü düzdür. Kanatdan da bu görüntü var. Dərin suyun içində burada əllə qalxmağın mənası yoxdur. Ancaq şəhərin gözəl mənzərəsi buradan açılır. Dedim indi qız atacaq onu. Diqqətlə baxdım, gördüm kukladır yaxşı ki. Yubkasının altı da görsənir, biabırçılıq. Bu nə qoyub sonra? Və mənim Tbilisdə olduğum günlər Dünya Çempionatının oyunları davam eləyir. Bu cür ab-havada Dünya Çempionatının oyunlarına baxırlar. Uşaqlar üçün stadion, DJ və hal-hazırda başlamayıb. Az sonra İspaniyanın oyunu olacaq və oyuna hazırlıqdır. Sizcə bu cür ab-havada bizdə şəhərdə futbollar verilsəydi Dünya Çempionatına baxardılarmı? Məncə bundan da gözəl ab-hava olardı, amma heyif ki bizdə oyunlar bu cür verilmədi. Amma çox maraqlıdır. Yəni oyun vaxtı görüm qala bilsəm, qalıb oyun vaxtı nələr baş verdiyini çəkəcəm. Anthem of Spain. Alles gab's denn? Es war nicht das Schönste, aber es darf, es war nicht mal da.